Herkese selam kızlar. Necəsiz? Kanalıma ve yeni bir videoma hoş geldiniz. Uzun müddətdən sonra, çok uzun da deyil əslində. Demək, baxın görüm necə vaxt. Nə vaxtdandır qızlar? Video paylaşa bilmirdim sizlərlə. Demək, bir aydır. Bir aydır sizlərlə video paylaşa bilmirdim. Çünki səbəbi yekunlaşdırdığım qış hazırlıqları və daha sonra da bilirsiniz ki, biz ikinci bəbişimizi gözləyirik. Onunla bağlı paylaşımlar edə bilmirdim də, yəni səbəb bu idi. Demək qızlar, bu hal-hazırda izlədiyiniz videonu mən Nihadı biz təzə vaxtı bağçaya qoyduğumuz dönəmlərdə çəkmişdim. Hələ indi paylaşıram sizlərlə, düşünün. Sonra qış hazırlıqları falan ortaya girdi. Onları ön planda öncə paylaşdığım üçün, vaxtım çox olmadığı üçün bu paylaşımları edə bilməmişdim sizlərlə. Demək, siz videonu izləyin. Mən də bu son dönəmlərdə olan gedişatdan danışım sizlər üçün qızlar. Necə siz neyinirsiniz? İnşallah hər şey yaxşı olar. Öncədən üzürlü sayın qızlar, əsnədiyim yerlərdə, yəni mən videonu nə qədər dayandırıb, yenidən deyən dəfələrlə təkrar yenidən səs saps etməyə çalışsam da, yenə də bu əsnəmələr məndən əl çəkmir də. Ona görə də üzürlü sayın, əsnədiyim yerlərdə artıq o mənim özümdən asılı deyil. Qızlar, demək qış hazırlıqlarımı yekunlaşdırmışam. İnşallah ilk fürsətdə onu sizlərlə paylaşacağım. Son halını onsuz da paylaşmışdım ümumi halda. Belə də yəni bəzilərinin hazırlanma qaydasını hansı ki çəkmişəm, onları vlog şəklində inşallah ki sizlərlə paylaşacağım. Qızlar, bizim ikinci bebişkamızın dünyaya gəlişi üçün inşallah yenidən bir həkim kontrolünə gedəcəm. Demək 44 günümüz qalıb qızlar, amma təbii ki sürpriz də ola bilər. Necə sürpriz? Yəni Nihad 38-ci həftəsində sürpriz bir şəkildə gəlmişdi də. Ona görə də 44 günümüz qalıb ayımızın tamam olmağına, belə deyim də 9 ayımızın tamam olmağına. İndi 5 gün 10 gün biraz əvvəl biraz tez artıq o Allaha qalıb. İnşallah ki Allah xeyirlisi hansıdır onu nəsib etsin. İstər təbii doğuş, istər kesirka. Nihad təbii doğuşlu olub, bilirsiniz. İnşallah ki ikinci bəbişkamız da elə olar. O da görək. Yenə də Allah hansı məsləhətlidir. Təbii ki hər şeydən öncə Nihadda da həmişə Allahımdan onu istəmişəm ki Rəbbim, sən hansı məsləhətlidir, hansı xeyirlidir, onu nəsib et inşallah. Amin. Qızlar, artıq son dönəmlərdir. Artıq son bir ay qalıb da, son dönəmlərdir. Ona görə də video çəkmək, editləmək, yəni onlara heç bir şəkildə vaxt zaman yoxdur zaten. Mən mamagildə getdim, biraz qaldım qızlar. Sonra gəldik bizə. Mama, inanırsınız, gələndən ancaq ev işi deyib daş. Təbii ki mən yox, mama elədi onların hamısını. Nə bilim, hamam, tualet, şkaflar, şifonyerin içi, yəni ki bütün dolablar, elə bir yer yox idi ki mamam orada təmizlik işi görməsin də. Allah bütün valideynləri, bütün anaların, yaxşı anaların, təbii ki Allah yaxşı anaların, balası üçün çalışan, balası üçün yaşayan anaların canını sağ eləsin. Mən düşünürəm ki mən bu həyatda şanslı qızlardan biriyəm ki mənə Rəbbim mamam kimi ana verib. Həqiqətən də. Yəni nələr etsəm də mən də öz gücüm çatdığı qədər tutalım, belə deyim də, övladlıq eləməyə çalışıram. Amma nə qədər övladlıq eləməyə çalışsam da yenə də anamın
günü bu günə qədər, bundan sonra edəcəkləri, hal-hazırda etdikləri hamısının, yəni qarşılığını heç bir şəkildə verə bilmərəm. Yəni ana da yeganə varlıqdır ki, övlad nə qədər nələr etsə də, yenə də ananın çəkdiyi əziyyətin qarşılığını mümkün deyil də. Çünki analar yeganə varlıqdır ki, qarşılıq gözləmədən edir. Qarşılıq istəmədən edir, minnət istəmədən edir. Analar yeganə varlıqdır ki, sevincinə sadəcə tək sevinən, içdən sevinən odur. Kədərinə sadəcə tək içdən üzülən odur. Ona görə də Allah mamamı başımın üstündən əksik eləməsin. Hansı ki, bu dönəmdə bilirsiniz də, mən burada mamamdan başqa heç kimim yoxdur. Yəni bu çətin dönəmlərdə həm evimə əl atır, həm mənə, həm Nikoşa, yoldaşıma, hamımıza yəni nə cür dəstəkdir. İnşallah bebişkamız doğulandan sonra da mama gəlib baxacaq qızlar. Bilirsiniz ki, 40 gün saxlıq dönəmində həqiqətən insana kömək lazımdır, dəstək lazımdır. Mənim də həyatda hər baxımdan dəstəkçim təbii ki, yoldaşımdır, mamam da. Allah onları mənə çox görməsin. Allah sevdiklərimizi bizə çox görməsin. Qızlar, demək, mən hələ bəbişkamız olmamışdan qabaq, indi uşaq bilirsiniz ki, uşağın cinsiyyəti ya qız olur, ya oğlan olur da. Bunları sizə göstərim qızlar. Demək, qaşıqları yox, qaşıqları özüm almışdım, bilirsiniz. Deyəsən 5 dənəsimi, 6 dənəsimi 1 manata mı almışdım, neçə almışdım. Amma bu nabor qablarına qızlar mamamdaydı. Mən bunları bir-bir gətirə-gətirə içində gətirdim, qoydum evimizə. Təbii ki, mama onları mənə öz istəyi ilə verdi. Burada sizə göstərirəm mamamın nabor qablarını. Artıq mənimdir, mən istifadə edirəm sevə-sevə. Hər bir ana məncə evinin ən gözəl əşyasını qızına verir. Sevə-sevə verir. Heç bir qarşılıq gözləmədən verir ki, mənim də mamam onlardan biridir. Amma qızlar, valla analar var ki, həqiqətən də balasına qıymır. İstər oğluna, istər qızına, yəni bir çöp belə qıymır. Artıq o valideyn deyil, artıq o ana, ata deyil. Yəni övladdan o tərəfə nə ola bilər ki, ona da nəyisə qıymayasan. Amma mən mamamdan heç vaxt o şeyi görmədim də. Hər zaman ən gözəl şeyini yəni mənə verib. Belə, qızlar, demək, uşağın cinsiyyəti bilirsiniz ki, ya qız olur, ya oğlan olur. Ona görə də mən biz bilirsiniz ki, bizim böyük balamızın, böyük oğlumuzun adı, elə də böyük deyirəm ki, 2 yaş yarım. 2 yaş yarımlıq oğlumuzun adı Nihatdır, bilirsiniz. Və mən yoldaşıma deyirdim ki, əgər ikinci uşağımız da oğlan olarsa, adını Rinat qoyarıq qızlar. Rinat qoyarıq və gəldi elə oldu ki, ikinci bəbişkamız xəbərini aldıq. Sonra hansı ki, cinsiyyətə qədər yenə təbii ki, söhbətlər gedir. Yenə dediyim kimi, yəni ya qız olur, ya oğlan olur da. İkisindən biri. Əvvəlcədən də mən belə bir şey demişdim ki, ikinci uşağımız da oğlan olarsa adını Rinat qoyarıq. Yoldaşımın da xoşuna gəlmişdi. Nihatın adını qızlar yoldaşım qoyub. Yəni məndə belə bir şey var. Mütləq deyil ki, uşağın adını atası, anası qoysun. Yəni o şərt deyil. Uşağın adını əmi də, dayı da, xala da, bibi də, qonşu da qoya bilər. Əgər o ad qəşəng bir addırsa da, belə deyim. Bizim də evimiz, eşiyimiz ayrı. Ona görə də bəbişimizin, ikinci oğlumuzun, belə deyim də, körpəmizin cinsiyyətini öyrənəndən sonra ki, o da oğlandı. Elə adı da zaten hazır idi də, belə. Ona görə də qızlar, mən təsəvvür edin ki, bir də onu deyim ki, yəni əvvəlcədən qoyulub, neçə aydır mən bir türlü vaxt edib bunu sizlərlə paylaşa bilmirdim də ki, biləsiz. Hansı ki, şeyləri paylaşmıram qızlar. İnanın, bilin ki, onu mən
vaxt tapıb düzdür, bəzi şeylər var, vaxtını özüm gözləyirəm, zamanı gəlsin, amma bəzən elə olur ki, nə qədər istəsəm də, neynəsəm də vaxt tapa bilmirəm. İndi elə dedim, qoy bu videomu keçən dəfədən kəsib biçib doğramışdım, montajını falan etmişdim. İndi səs yazıram hələ. Hə qızlar, yəni cinsiyyətini dəqiq öyrəndikdən sonra tamamilə də, yəni ondan da qabaq hələ ad qoyulmuşdu. Cinsiyyəti də öyrənəndən sonra dəqiqləşdirdik. İnşallah ikinci körpəmizin adını Rinat qoymaq istəyirik. Bütün balaları Allah sağ-salamat dünyaya gətirsin. Çox çətin dönəmlərdir. Hal-hazırda mən nə qədər çətinlik çəkirəm, bir Allah bilir. Oturmağında, durmağında, nəfəs almağında və bilirsiniz ki, yəni körpəsi olan analar, yəni hamilə olsa belə o körpə bilmir də nənədir. İndi Nihat yəni bilmir nənədir. O mənim qucağıma çıxmaq istəyir, mən məcbur götürürəm. Evin içində yatmaq istəyəndə, ora aparanda, bura aparanda, yəni hələ o körpədir də, o da qayğı istəyir. Hə. Nihadı mama sağ olsun qızlar pampersdən çıxartdı. Mən pampersdən çıxartmaq istədim. Sonra o bağçaya falan getdi. Qalası oldu. Hə, qəşəng bir həftənin içində mamamı Allah mənə çox görməsin. Həyatımda elə bir işim yoxdur ki, orada mamamın əli olmasın da və hər zamanda mamam hansısa işimə əl atanda o işi mütləq ki, gözəl bir şəkildə düzəlir. Allah mamamı qorusun, sevdiklərimizi qorusun, ailəmin, mənim timsalım da mənim ailəmin, sevdiklərimin timsalında Allah bütün hər kəsin ailəsini, balasını, evini, işini, sevdiklərini, valideynlərini, qardaş bacılarını qorusun inşallah. Hə qızlar, indi yəni mama sayəsində qəşəng mama bir həftə içində Nihadı pampersdən çıxartdı. Amma hələ necə deyim, o dönəmdəyik də, tam belə deyim ki, pampers taxmırıq. Nə gecə, nə gündüz taxmırıq, bir yerdə gedəndə taxmırıq. Amma yenə də hələ tam özü öz halından çiş deməyi falanı filanı. İnşallah ki, bu dönəmlərdə yaxşı başa çatar. Hə. Onu deyirəm ki, yəni neynəsəm də hələ Nihadın mənə ehtiyacı var. O da körpədir, başa düşmür ki, tutalım balaca bebə gələcək mən. Yəni o da ondan körpədir də. Ona görə bu dönəmlər həqiqətən çətin dönəmlərdir, həyəcanlı dönəmlərdir. Kənardan qıraqdan nə qədər hər şey başqa cür görünsə də, yəni bu çətinlikləri mən yaşayıram. Mama gecə gündüz bilirsiniz də, qızın övladı olanda analar nə qədər həyəcan keçirdir, daxilində nə qədər həyəcan keçirdir, mamam necə olacaq, nə olacaq, uşağın doğulması filanı. Hə. İnşallah ki, bu dönəmlər yaxşı başa çatar. Allah hər kəsin balasını dünyaya sağ-salamat gətirsin, bütün analar sağ-salamat balalarını qucağına alsınlar. Kimin də bu dönəmlərdə dəstəkçisi, köməkçisi kimdirsə, Allah köməyi olsun. Mən də bildiyiniz kimi yoldaşım, mamam. Allah onları mənə çox görməsin ki, hər zaman maddi mənəvi yanımdadılar. Nə istəyirəm eləyirlər. Hər köməyimə çatırlar. Ona görə də Allah onlardan razı olsun. İnşallah. Mən yoldaşımdan da, mamamdan da yerlə göy qədər razıyam. Allahım da onlardan yerlə göy qədər razı olsun və onları mənə çox görməsin. Videomun sonuna doğru gəlirəm qızlar. İnşallah görüm. Dəqiq bir vaxt deyə bilmirəm sizə. Amma inşallah onu yekunlaşdırsam, son qışlıq videomu da sizlərlə paylaşacağım. Ondan sonra yəqin ki qızlar, Rinatın gəlişindən sonra yəqin ki hələ bir müddət mən video falan çəkmək, paylaşmaq. Öncəliyim təbii ki uşaqlarım olacaq. Onlar rahat olsun. Ondan sonra video çəkərəm. Görüşərik hələlik.